Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün Azərbaycan ərəb xilafətinin tərkibində mövzusunu və bir də ki, Xürrəmlər Hərəkatı Babək mövzusunun sual-cavabını eləyəcəm. Hadisələri il olaraq burada qeyd edərək, siz baş vermiş, belə deyək, ilə uyğun baş vermiş hadisəni videomu saxladıb, özünüz də deyə bilərsiniz. Daha sonra isə doğru variantı işləyəcəksiniz. Deməli, başlayırım. İlk olaraq 633-cü ildə baş vermiş hadisə Günəş Şamla İraq ərəblər tərəfindən tutulur. Daha sonra 636 Kadisiya döyüşü 637 Nuray Kideli Ktesifon və Dain 639 kim deyə bilər? Qəzvin tutulması 642-ci il Həmədan döyüşü 643-cü il Cərbidan 600 daha sonra 44-cü il Muhan tiflis tutulur. Muhan tiflis tutulması yenə 643 başqa nə deyə bilərik? Birinci Bələncər 653 İkinci Bələncər 651 Sasani dövləti süqut edir. Sasani dövləti süqut edir 654-cü il Fatimə İkinci Konstantinlə görüş. Kimin? Cavanşir. Cavanşirin 667-670-ci il Can Baba Muaviyə ilə görüş. Kimin? Cavanşirin. Doğrudur. Daha sonra 722-ci il Bələncərin tutulması. Bələncər şəhərin tutulması 643-də birinci Bələncər, 653-də ikinci Bələncər və 722-ci ildə isə Bələncər şəhərin tutulması 731-ci il Mədinə hansı? Savalan dağı yaxınında döyüş 8-ci əsrin 30-cu illərinin 30-cu illəri döyüş, bəli, Van Gölü yaxınlığında Hilaf döyüşü. Daha sonra 725-ci il buyur əhalinin siyahıya alınması doğrudur. 632-661-ci il Mədinə kimlərin ilk xəlifələr dövrü 661 və 750-ci il Aynur Əməvlərin dövrü 750-1258-ci il Can Baba Abbasilərin dövrü. Daha sonra 819-cu il Fatimə Asiya Nizami ordu göndərir. İlk Nizami Savaşında ilk Xürrəmlər Hərəkatının baş verməsi. Qalib gəlməsi, bəli, ilk Nizaminin məğlub edilməsi 829-cu il Rabani Birinci Həştəsər döyüşü 830-cu il Birinci Həmədan. Birinci Həmədan 833 Leyla İkinci Həmədan və ilk dəfə kimlər? Ərəblər 836 Günəş 837 Rabani Bərz döyüşü 838 Babək Sabir şəhərində öldürüldü və 9-cu əsrin 1-ci rübü Can Baba Ərəblərin keçilmə siyasəti bitti. Ərəblərin keçilməsini deyəbilmez. Tarih olurdu. Xidmətçi ardıcılığımız bu qədər. Təbii ki, tam ardıcılığı gözləməmişik burada. Əsas ilə olaraq hadisəni bilək. İncə keçərək digər sual-cavaba. Cəlal, sənlə başlayaq. Cavanşir xəlifə Muaviyə görüşəndə 667-670-də xəlifənin Cavanşirə güzəştə getməsinin səbəbi nə idi? Mənim üstəşidən üstəməyə qədər vergilər azaldığı, can vergisi... Bəli, səbəb nə idi? Kim deyər? Buyur. Cavanşirin şəxsi nüfuzu Albaniyanın strateji mövqeyi. Bəli, Cavanşirin şəxsi nüfuzu Albaniyanın strateji mövqeyi. Yaxşı, Cavanşir 654-cü ildə Bizans imperatoru ilə ittifaqa girdi. Bəs bu ittifaq nəyə görə pozulmuşdu? Kim deyə bilər? Buyur. İkinci Konstantinam söz istinadı. Bəli, ikinci Konstantin verdiyi belə deyək, sözə əməl etmir
Düzdür. Yaxşı, 725-ci ildə əhali əmlakı siyahıya alınarkən bu ərəblərin hansı, belə deyək də, sülaləsinin dövründə idi? Ərəblərin dövründə, doğrudur. Daha sonra hansı sülalənin dövründə idi ki, vergini verə bilməyənlərin övladları qulaq edilirdi? Abbasilərin dövründə, tamamilə doğrudur. Yaxşı, kimindir, hansı xəlifənin dövründə idi ki, ədalətli siyasət edilmişdi və vergi əkilməyən torpaqlardan vergi almırdı. Tamamilə doğrudur. Hansı döyüşdən sonra idi ki, bu döyüş nəticəsində ərəblərin şimala yolu açıldı. Zərbilan döyüşü, artıq şimala Albaniya yolu açılmışdı, düzdür. Nə vaxt Tiflis tabi edilmişdi? 644-cü il Tiflis. Yaxşı, neçənci ildə haran tutulması ilə artıq Cənubi Azərbaycanın digər şəhərlərinin tutulmasına yol açılır? 639-da Gəzənin tutulması ilə 642-ci ildə hansı iki adda döyüş baş vermişdi? Nəhəmənd və Həmədan döyüşləri baş vermişdi, doğrudur. Ərəblər niyə köçürmə siyasətini həyata keçirirdik? Etnik dayak yaratmaq, sonra... Şimaldan gələn hüddiyadeli hücumların qarşısını almaq. Sağ ol, şimaldan gələn hücumların qarşısını almaq üçün başqa nə təbii olaraq öz hakimiyyətini və mövqeyini möhkəmləndirir. Yaxşı, ərəb ailələri əsasən haradan götürülürdü? Bəsrədən, Küfədən, Suriyadan, Bəsrə, Küfə, İraq ərazisi, bir də Suriyadan. Yaxşı, haralara götürdü? Azərbaycan hansı yerlərlə? Tahir desin. Qarda, Beyləqa, Tiflis, Təbriz, sonra Ərdəbil, Dərbənd, Dərbir, tamamilə doğrudur. Daha sonra sual-cavabda nə deyə bilərik? Gəlin torpaq mülkiyyət formalarına gedək. Dövlətə məxsus torpaqlar necə adlanırdı? Kim deyər? Ayin, Fatimə? Dedi də hərfi yapsın. Divan, tamamilə olur. Təzimlanmış olur. İndi bilirəm, çəkiliş olmamışdan əvvəl çox gözəl sual-cavab edirik. Necə ki, kameranı quraşdırdım, şagirdlərə həyəcan bürüdü. Həyəcan bürüməsinin bir də səbəbi nədir? Birdən valideynin baxar, evdən ikincisi baxar, istər-istəməz. Bilirəm, amma həqiqətində bu qrupumuz çox aktiv qrupdur. Mən sizdən, yəni, belə deyək də, müəyyən qədər razıyam, müəyyən qədər. Tam olması üçün gərək çox çalışmaq. Həmişə kimi canlıqda zarafatlarına geri qalır. Daha sonra, xidmət müqabilində verilmiş torpağımız necə adlanır? İqtar neçə forması var idi? Hansı idi? Bir bağışlanan iqtarı, bir də icarəyə verilən iqtar. Yaxşı, hansı şərti idi? Nəslə keçirdi, tamamilə doğrudur. Daha sonra, daşına bilən əmlakdan hansı vergi alınırdı? Xöms alınırdı. Feodalların irsi torpaqları necə adlanırdı? Kim deyər? Mülk adlanırdı. Tamamilə doğrudur. Sahibi necə adlanırdı? Malik adlanırdı. Tamamilə doğrudur. Bir də bizi kimi kəndlilərə məxsus torpaqlar necə adlanırdı? Cıma adlanırdı. İndi keçək, bir də dini idarələrə məxsus necə adlanırdı? Vəqf, amma əl qaldırıb sonra cavab veririk. İndi keçək vergilərə. Can vergisi necə adlanırdı? Evet. Həm əl qaldırıb, həm də demək yoxdur. Əl qaldırıb demir. Deməli, ərəblərdə cizyə adlanırdı, Sasanilərdə isə gezi. Sasanilərdə isə gezi adlanırdı, tamamilə doğrudur. Bəs, can vergisi deyil, məhsul vergisi necə adlanırdı ərəblərdə? Xərac. Bəs Sasanilərdə? Xərac adlanırdı, tamamilə doğrudur. Bəs bugün də həyatımıza istifadə etdiyimiz, belə deyək də, verdiyimiz bir hansıdır? Titrə də var, bunların da məqsədləri təbii ki, aydındır. Başqa qaldı? Qalmaqsa, keçək digər bir sual-cavabımıza. Onları dedik. İndi deyin görək, Xürrəmlər hərəkatında ilk dəfə bu üsyan, Xürrəmlər üsyanı nə vaxt olmuşdu? Neçənci illərdə olmuşdu? 819. Yox. 742. Yox. 778, bunu qeyd eləmişim var. Qeyd eləməmişim desəm. 778-də ilk Xürrəmin çıxışları baş vermişdir. Bəs Xürrəmin hərəkatı neçənci ilə qədər olmuşdu? Fadimə? 837-yə qədər. 838-də nə baş vermişdi? Babili öldürmüşdü. Hansı şəhərdə öldürmüşdü? Əl qaldır.
Samirə şəhərində öldürülmüşdür. Babək öldürülərkən Babəkin daha doğrusu belə deyil, ən məşhur ifadəsi hansı idi, oğluna qarşı işlətmişdi. Desin Can Baba. 40 il kölə kimi yaşamaqdansa bir gün Şahsızda azad yaşamaq daha hər şeydən üstündür, tamamilə doğrudur. Bunları dedik, yaxşı, ilk dəfə Babəklərin məğlub olduğu döyüşü kim deyər? Buyur. İkinci Həmədan. İkinci 833-cü ildə. 833-cü ildə tamamilə doğrudur. Bəs biz belə deyək, ərəblərlə Sasanilərin vuruşduğu Həmədan döyüşü olub deyə bilərik. Yəni Həmədan döyüşü həm də ərəblərlə Sasanilər arasında olub deyə bilərik, yoxsa yox? yox. Çünki o vaxtda ərəblər Sasani qalmamışdı. Yox, həmin Həmədan deyirəm, başqa bir Həmədan döyüşü olub sizdə Yəqin olar. ərəblərlə Sasanilər arasında. Olar. Yəqin olar nədir? Fərqlidir. Həmədən əvvəldə hava. Ay sağ ol iştaha. Neçənci ildə olub? 42-də. Görsən, yenə də Leyla. Ləhəvən Həmədan döyüş. Həmədan nədir və? Döyüş deyib. Döyüş demə, ərəblərlə Sasanilər arasında da olub. Ərəblərlə Xürrəmlər arasında. Düzdür? O düşdü də kadra. Yaxşı. Daha sonra ikinci Həştatar döyüşü. Kim deyər? Aynur? 836. 36-da. Yaxşı, ilk Nizami ordunun məğlub edilməsi Fatih? 819. 819-cu ildə. Yaxşı, əbədi od, günəş deməkdir. Deyənə görə kim deyər? Rəvanə? Xürrəm sözüdür. Bəli. Yaxşı, bir də Müsafirnaq üsyanı vardı. Onun ilmi mənə bir dəqiqə əl. Mədinə? 700 desən? 52-də. Kim üsyan olub? Müsafir üsyan olmuşdu. Orada bir dənə cümlə işlədi. Keçən dəfə də izah eləmişdim. Ərəblərdən Abbasilərə. Həm Ərəblərə qarşı baş verir, həm də Abbasilərə. 2 il. Əməllərə 2 ildə Abbasilərə düşür. Tamamilə oldu. Bu da müsafir üsyanı idi. Bəs Babək nə vaxt Xürrəmlərə başçı təyin olub, əl qaldıran 816-cı ildə. Azərbaycan xalqının təşəkkülü üçün vacib olan şərtlər nələr idi? Buyur. Əməl. Nə? Ərazi, dil, iqtisadi və mədəniyyət. Ərazi, dil, iqtisadi, mədəniyyət Azərbaycan xalqının təşəkkülü üçün vacib şərtlər idi. Ərəblər bizə nə gətirdi? Din, İslam Sözə mədəniyyət. Onlar əhli kitab kimi hesab edirdilər. İslamları yox. Əhli Yox, kitab xristianlar Yəhudilər xristian niyə? Çünki tək Tanrı sahib olduğuna görə. Amma bütpərəstlərə qarşı mübarizə aparırdılar, düzdürmü? Yaxşı, İslam dininin, Can Baba, İslam dininə qarşı müqavimət göstərən şəhərlərimiz şimalda və cənubda Aynur. Məsələn, biri Ərdəbil idi. Ərdəbil, şimalda bəs? Biri mənim deyim. Bərdə. Ay sağ ol. Şimalda Bərdə, cənubda isə Ərdəbil İslam dininə qarşı belə deyək, ciddi müqavimət göstərmiş idilər. Düşünürəm ki, bir şey qalmadı, düzdürmü? Dinləyicə görə təşəkkür edirəm.